2025-ci ildə Prezident İlham Əliyev 3 dəfə Birləşmiş Ərəb Əmirliklərinə səfər edib. Qarşılıqlı əməkdaşlıq çərçivəsində Birləşmiş Ərəb Əmirlikləri Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan da ölkəmizdə səfərdə olub. Liderlərin intensiv təmasları Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri münasibətlərinin yüksələn xətt üzrə inkişaf etdiyini göstərir. Bu görüşlər yalnız siyasi dialoqu möhkəmləndirmir, eyni zamanda iqtisadi və hərbi əməkdaşlığın da dinamikasını artırır. Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında energetika sahəsində tərəfdaşlıq prioritet istiqamətlərdən biridir. 2025-ci ilin iyulun 9-da imzalanmış hərtərəfli iqtisadi tərəfdaşlıq sazişi isə ikitərəfli iqtisadi münasibətlərdə keyfiyyətcə yeni mərhələnin əsasını qoyub. Azərbaycanın yaşıl enerji, alternativ enerji istiqamətində gündəliyində ən aktiv iştirak edən ölkələrdən biri məhz Birləşmiş Ərəb Əmirlikləridir. Onun Mastar şirkəti ilə böyük həcmli müqavilələr var. Artıq layihələrin biri istismara verilib, 240 meqavatlıq günəş panelləri, elektrik stansiyası istismara verilib və digər layihələr üzərində də intensiv iş gedir. Birləşmiş Ərəb Əmirlikləri ilə əməkdaşlığın dərinləşməsi və Azərbaycanın cəlbedici investisiya mühitinə malik ölkə kimi varlı fondlara təqdimatı ölkəmiz üçün sonradan böyük investisiyaların cəlbinə imkan verəcək. İki ölkə arasında əlaqələrin inkişafını təsdiqləyən digər mühüm istiqamət isə hərbi əməkdaşlıqdır. Ötən gün dövlət başçıları Əbu-Dabidə keçirilən sülh qalxanı 2026 bircə əməliyyat taktiki təlimini izlədilər. Təlimin keçirilməsində əsas məqsəd ölkələrimizin hərbi kontingentinin antiterror əməliyyatları üzrə peşə bacarıqlarını təkmilləşdirmək, dayanıqlı sülhün təmin olunmasına töhfə vermək və qarşılıqlı təcrübə mübadiləsi aparmaqdır. Regional təhlükəsizliyi təmin etmək üçün Azərbaycan Birləşmiş Ərəb Əmirliklərlə də bu əlaqələri inkişaf etdirməsində maraqlı olduğunu göstərir və iki dost ölkəsinin bundan sonra da regionun təhlükəsizliyində iştirak etmək üçün və təmin etmək üçün əlbəttə bu tipli əlaqələrin yaradılması çox böyük gələcəkdə vacib elementlərdən biri kimi sayıla bilər. Beləliklə, Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında qurulan bu münasibətlər sadəcə rəsmi əməkdaşlıq çərçivəsi deyil, qarşılıqlı etimad və ortaq strateji baxışa söykənən tərəfdaşlığın nəticəsidir. Energetikadan təhlükəsizliyə qədər uzanan bu əməkdaşlıq regionda sabitliyə və dayanıqlı inkişafa xidmət edir. Qarşılıqlı səfərlər və birgə addımlar isə onu göstərir ki, Bakı Əbu-Dabi xətti uzunmüddətli hədəflərə hesablanmış möhkəm strateji tərəfdaşlıqdır.